Diş itirilib implant yoxsa körpü? Körpünün üstünlüyü odur ki, daha tez düzəlir və siz diş həkimi yanına daha az gedirsiniz. Qiymətinə görə də daha ucuzdur. Mənfi xüsusiyyəti odur ki, körpünün altında yemək qalıb, gələcəkdə qoxuya səbəb ola bilər. Ondan başqa körpü düzəldəndə mən 2 dənə yan sağlam dişi yonmuş oluram və bu da dişlərin zədələnməsi və gələcəkdə də təbii ki, orada da hansısa bir problemin yaranmasına gətirib çıxardır. Hansı ki, təbii ki, dişin itirilməsinə və körpünün itirilməsinə gətirib çıxardır. Yəni, bir dişi düzəltmək üçün ikisini zədələyirik və sonuçda o 2 dişi də itirə bilirik. Körpünün uzun olması o da çox böyük rol oynayır. Bir var bir dişi itirmisən və onu körpü ilə əvəz edirsən. Bir var ki 2-3 dişi körpü ilə əvəz edirsən. Nə qədər ki körpü uzundur, o qədər də orada risk çoxdur ki, bu körpü axırda düzgün funksiya göstərməyib tez bir halda itirilmiş olacaq. Ümumiyyətlə uzun müddətliliyi götürüləndə implantın da, körpünün də gələcəkdə uzun müddətli uğur nəticəsi oxşardır. İmplant 10 ildə hardasa 95-97% halda ağızda qalır. Körpü daha azdır. 86-87%-ə yaxın hallarda. İmplantın üstünlüyü odur ki, implant ayrıdır, müstəqildir. Mən yan dişləri yonmuram və onu qulluq eləməkdə, yəni gigiyena baxımından daha rahatdır. Mənfi cəhəti də müalicə daha uzun sürür. Bəzən 3 ay, 4 ay, 5 ay kimi və qiymətdə də təbii ki, biraz fərq daha çox olur. Amma siz implant düzəldəndə siz həmişə, mənim düşüncəm belədir ki, bir addım daha qabaqsınız.